M nöqtəsindən keçən və apsis oxunun müsbət istiqamətli 135 dərəcəli bucaq əmələ gətirən düz xəttin tənliyini yazın. Apsis oxundan 135 dərəcəli bucaq əmələ gətirən düz xəttdən söhbət gedir. Bizə burada əslində bilmirəm hələ ki, bax, hələ ki onu bilmirik. Yuxarıdan keçəcək, aşağıdan keçəcək. Əsas olan simvolik olaraq çəkirəm ki, buranın 135 dərəcə olduğunu anlamaqdır. Bura 135-dirsə, biz K-nı necə tapırdıq? K-nı necə tapırdıq? Tangenslə. Tangenslə, yəni bucaq da kör bucaq olduğuna görə mənfi edəcək. Bunun ən yaxşı üsulu, bu sol tərəfindəki bu 45 dərəcəni götürürük. Tangens 45-i tapırıq, sonra nəticədə qiymətin qarşısında mənfi yazırıq. Yəni, tangens 135, indi bunu inşallah 11-ci sınıfda keçəcəksiniz. Bu bərabərdir. Mənfi tangens 45 deməkdir. İndi tangens 45 nəyə bərabərdir? Bilirik əzbər. Yaxşı, üç bucaqla gedək. Bu düz bucaqlı üç bucaqda. Bura 90, bura 45 ise bura nə olur? 45 olur. Onda bərabər yanlı düz bucaqlı üç bucaq olmuş olur. Bura A desək, bu da A olmuş olur mu? Tangens nələrin nisbəti idi? Qarşı katet dönsün bitişik katet. İndi qarşı katet də A-dır, bitişik katet də A-dır. Bunların nisbəti nə idi? 1. Yəni tangens 45 nə oldu? 1. Qarşıdan da mənfi var. Mənfi 1. O zaman y bərabərdir kx üstə gəl b funksiyasında y bərabərdir mənfi x üstə gəl b yazılır. Məqsəd k-nı tapmaq idi, tapdıq. İndi b-ni tapmalıyım. B-ni tapmaq üçün bax bu nöqtədən istifadə edirik bu səfər. Ona görə veribdir. X-in yerinə 3, y-in yerinə 2 yazırıq. 2 bərabərdir mənfi 3 üstə gəl b. B bərabərdir 5. Yəni burada 5-dir. O zaman y bərabərdir mənfi x üstə gəl 5 olmuş olur. Yəni A bəndi.